Salamlayırıq sizi. Bugün sizinlə çox maraqlı bir mənbəyə, bir cədvələ nəzər salacağıq. Bu cədvəl müxtəlif şəxsiyyət nəzəriyyələrini, yəni qədim Yunan təbabətindən tutmuş, müasir psixologiyaya qədər 4 elementlə əlaqələndirir. Od, hava, su və torpaq. Məqsədimiz nədir? Sadəcə cədvələ baxmaq yox, əslində bu fərqli sistemlərin necə oxşar insan tiplərini, belə deyək, fərqli adlarla təsvir etdiyini anlamaq. Görək bu bizə nə deyir? Gəlin başlayaq. İlk olaraq bu 4 element var, qədimdən gəlir, elə deyilmi? Bəli, bəli. Və cədvəl bizi birbaşa Hipokrat və Galen aparır. Onlar elementləri bədəndəki mayələrlə, yəni humorlarla bağlayırdılar. Necə idi o? Od nəyə uyğun gəlirdi? Od, sarı öt, yəni safran. Bu da xolerik temperamentə uyğun gəlir, aktiv, biraz əsəbi tiplər. Aha. Hava, qan, yəni dəm. Bu sanguin temperamentdir, şən, sosial insanlar. Su, bəlğam. Bu flegmatik temperamentdir, sakit, laqeyd. Və nihayət torpaq, qara öd, yəni soda. Bu da melanxolik tipdir, düşüncəli, bəzən kədərli. Bu yanaşma əslində əsrlər boyu qərb düşüncəsində çox təsirli olub. Çox maraqlıdır, amma cədvəl sonra deyəsən başqa bir mədəniyyətə keçir. Şərq fəlsəfəsinə, Cemali sistemi. Düzdür. Cemali sistemi yin və yang anlayışlarını gətirir işin içinə. Elementləri istilik, soyuqluq, quruluq və nəmlik oxlarında təsvir edir. Aha, yəni necə? Məsələn, od necə təsvir olunur? Od, isti və quru, taumin, böyük yin kimi göstərilir. Hava, isti və yaş isə soyangin, kiçik yang, bu daha xaricə yönəlik bir enerji kimi. Anladım. Su, soyuq və yaş, soemin, kiçik yin, daha içə dönük. Torpaq, soyuq və quru isə hantaomin, böyük yang. Yəni elementlərə bir enerji dinamikası əlavə olunur. Və bu yin-yang mövzusu daha da mürəkkəbləşir deyəsən. 4 konstitusional akupunktura modelində. Orada artıq kombinasiyalar var. Bəli. Orada hər element yin və yangın fərqli kombinasiyasıdır. Məsələn, od, jinglang, böyük yin plus kiçik yang. Çox detallara girmədən əsas məsələ odur ki, bu insanın təməl quruluşunu daha incə təsnif etməyə çalışır. Aydındır. İndi gələk daha müasir psixologiyaya. David McClelland və ehtiyaclar nəzəriyyəsi. Hə, McClelland. Cədvələ görə od güc ehtiyacı ilə bağlıdır. Bu da o xolerik tipdəki iddialılıqla elə bil səsləşir. Bəli. Hava isə nailiyyət ehtiyacı ilə. Amma burada bir maraqlı nöqtə var. Cədvəldə su və torpaq elementlərinin hər ikisi ünsiyyət ehtiyacı ilə göstərilib. Bu necə olur? Adətən fərqli olurlar axı. Gözəl sualdır. Ola bilsin ki, cədvəli tərtib edən ünsiyyətin fərqli yönlərini nəzərdə tutub. Yəni, bəlkə su daha çox emosional bağ, mehribanlıq tərəfini. Aha. Torpaq isə daha sabit, etibarlı əlaqələr, dəstək yönümlü ünsiyyət ehtiyacını bildirir. Bu bir növ interpretasiyadır, təbii ki. Məntiqlidir. Keçək Merrill və Reedin sosial üslublarına. Bu, yəqin ki, çoxlarına iş yerindən tanış gəlir. Bəli, çox praktik bölgüdür. Od, sürücü, driver, qətiyyətli, nəticəyə fokuslananlar. Ekspressivlər də var idi? Hə, hava ekspressiv, həvəsli, təsir edici, su, mehriban, amiable, dəstəkləyici, komanda adamı və torpaq, analitik, məntiqli, detallara fikir verən. Yenə də oxşarlıqlar var, elə? Sürücü xolerika, ekspressiv sanguinə. Tamamilə. Mehriban flegmatika, analitik də melanxolika bənzəyir əslində. Və nihayət, hamımızın bildiyi disk modeli. Od, didi, yəni dominantlıq. Bəli. Hava, ay, təsir. Su, S, sabitlik. Və torpaq, S, vicdanlılıq və ya dəqiqlik. Siz də yəqin öz disk ruflezi düşünürsünüz indi və onun hansı elementə uyğun gəldiyini görürsünüz. Bu model də əslində heyrətamiz dərəcədə əvvəlkilərlə oxşar dinamikaları tutur. Bütün bunlara baxanda əslində çox maraqlı bir ümumi mənzərə yaranır. Sanki fərqli mədəniyyətlər, fərqli dövrlər, eyni əsas tipləri, eyni fundamental arxetipləri kəşf ediblər. Necə ünümləşdirmək olar? Məsələn, od həmişə nə ilə bağlıdır? Od demək olar ki, həmişə aktivlik,
güc, təşəbbüs, bir istiliklə bağlıdır. Hava daha çox ifadə, sosiallıq, canlılıq, yenə istilik. Su isə sakitlik, uyğunlaşma, əlaqələr, biraz soyuqluqla. Torpaq da yəqin ki, struktur, analiz. Bəli, torpaq struktur, praktiklik, analiz, diqqət, daha çox soyuqluqla əlaqələnir. Görünür, insan təbiətinin bu 4 əsas yönü var. Deməli, bu cədvəl əslində sadəcə məlumat toplusu deyil. Fərqli dünya görüşlərinin insanı anlamaqda necə ortaq nöqtələrə gəldiyini göstərən bir növ xəritə kimidir. Qədimdən müasirə bir körpü. Tamamilə doğrudur. Və bu bizi son bir düşüncəyə gətirir. Görəsən, bu qədər fərqli sistemin ta Hippokratdan Disksə qədər niyə bu qədər oxşar fundamental prinsiplərə, bu 4 element arxetipinə söykənməsi bizim özümüz haqqında nə deyir? Yəni, bu qədim anlayışların, bu elementlərin bizim özümüzü və başqalarını dərk etməyimizdə hələ də dərin bir mənası, bir əhəmiyyəti ola bilərmi? Bax, bu üzərində düşünmək üçün çox yaxşı bir sualdır, elə deyilmi?